Əziz izləyicilər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən bu gün sizlərlə birlikdə 8-ci sinif Azərbaycan dili Molla Nəsrəddinə gedən yol mövzusunu çalışmalarını izah edəcəyəm. Gəlin başlayaq. Çalışma 1 ilə başlayaq. 1. Mətndə əsas sıfatlar tapmaq üçün suallar hazırlayın. Mən belə suallar hazırlamışam. Şərqi Rus qəzetinin redaktoru kim idi? Şərqi Rus qəzetinin ilk hekayəsi hansıdır? Molla Nəsrəddin neçənci ildə nəşr olunub? Siz də belə suallar yaza bilərsiniz. Çalışma 2-də abzasların düzgün ardıcılığını deyir. Bunu isə şifahi demək olduğuna görə bunu yazmamışam. Gəlin çalışma 3. Hansı sualın cavabı mətndə vardır? Cavab D variantı. Məhəmməd Şahtaxtlı Xatiratım əsərində nə barədə yazırdı? Bunun cavabı var. Çalışma 4. Hansı fikir mətndə yoxdur? 1 ilə 3 mətndə yoxdur. Yəni, Məhəmməd Şahtalı Cəlil Məmməd Quzaniyəni görüşmək üçün Tiflisə çağırır. Xeyr, onlar rastlaşır kimidir. Görüşür. 3 Poçt qutusu Cəlil Məmməd Quzadənin ilk hekayəsidir. Belə bir əsər də yoxdur. Məlumat da yoxdur. Çalışma 5. Senzor, taktika, şəhadətnamə sözlərin leksik mənasını izah edin. Senzor, mətbuat üzərində nəzarəti həyata keçirən şəxsdir. Taktika, döyüşü aparmaq sənətidir. Şəhadətnamə isə bir şey təsdiq edən, icazə verən sənətdir. Çalışma 6. Deyir ki, fərqləndirilmiş sözləri müvafiq qarşılığı ilə əvəz edin. Sizcə həmin sözlər həmişə bir-birini əvəz edə bilirmi? Məncə həmişə olmasa çox vaxt bir-birini əvəz edə bilər. Mehmanxana, hotel, dərc etmək, çap etmək, icazə, razılıq, təflilat, dəqiqlik deməkdir. Çalışma 7. Deyir ki, rəğbət, rəfiq, niyyət sözlərinin sinonimlərini, rəfiq sözünün antonimini tapın. Gəlin tapaq. Rəğbət xoş his, meyil deməkdir. Rəfiq dost deməkdir. Niyyət məqsəd, rəfiqin antonimi isə düşmən ola bilər. Çalışma 8. Deyir ki, mətndə hansı cümlələrə xitab artırmaq olar? Bu cümləyi artırmaq olar ki, verdim, Məhəmməd ağa, oxu. Yəni, həmin bu hekayəni verdim ki, Məhəmməd ağa, buyur, bunu oxu. Belə bir şey artırmaq mümkündür. Çalışma 9. Deyir ki, mətnin 2-ci abzasında xitabları müəyyənləşdirin. Durğu işarələrinin işlənməsinə fikir verin. Mən fikir verdim, 2 dənə xitab işləndim. İkisi də Mirzəyə xitab deyir, müraciət bildirir. Mirzə. Çalışma 10. Deyir ki, cümlələrin xitablarının yerini müəyyənləşdirin. Durğu işarələrini bərpa edin. Bir də xan əvvəl və sonra vergül qoyulacaq. Bəni Adəm sonra vergül qoyulacaq. Vətən sonra vergül qoyulacaq. Doktor birincisində əvvəl, sonra ikincisində isə doktordan sonra vergül qoyulacaq. Siz də belə yaza bilərsiniz. Çalışma 11. Deyir ki, məntiqi ardıcılığı davam etdirin. Burada bizə məntiqi ardıcılığı verib, onu davam etdirməyimizi soruşur. Birincisində Arazdan sonra vergül qoyulacaq. Araz, bura tez gəl. İkincisində Ceyrandan sonra vergül qoyulacaq. Ceyran dincini aldın mı çəməndə? Üçüncüsündə biz olarıq bəxtiyar, ey vətən, bizim üçün əzizsən. Burada vətən ortada işlənməlidir ki, hər iki tərəfdən vergül olsun və siz də belə yaza bilərsiniz. Çalışma 12. Deyir ki, uyğunluğu müəyyənləşdirin. Burada mübtəda ilə xitabın oxşar cəhətləri, mübtəda ilə xitabın fərqli cəhətləri verilib. Bunlara aiddir. Oxşar cəhətlərinə 2, 4, 5, ortaq cəhətləri 2, 4, 5, fərqli cəhətləri 1, 3, 6, 7. Və əziz izləyicilər, mən bugün sizlərlə birlikdə bu çalışmanın hər birini izah etdim. Sağ olun əziz izləyicilər. Kanalıma abunə olmağı və like atmaq unutmayın. Sağ olun.